Salam əziz izləyicilər. Bu günlərim sizlə Salarilər dövlətinə aid olan test nümunələrinin bəzilərinə baxaq. Qeyd edeyim ki, bu test nümunələri Dövlət İmtahan Mərkəzinin baza testləri, yəni DİM-in birinci hissəsinə aid olan testlərdir. Salarilər dövləti ümumilikdə bilirik ki, yaranıb 941-ci ildə və mövcud olacaq nə vaxta qədər? 981-ci ilə qədər mövcud olmuşdur. Salarilər dövlətinə aid ilk test tapşırığı. Mərziban ibn Məhəmmədin hakimiyyət dövrünə aid olan məsələlər. Mərziban ibn Məhəmməd Salarilər dövlətinin əsasını qoyan şəxs, ilk hökmdarı. Hakimiyyət illəri buradan yazıram, görünsün, sonra siləcəm. 941-dən 957-yə qədər. Deməli, A bəndi. Rəvvadi əmirliyin əsasının qoyulması bu 8-ci əsrdir. Və 8-ci əsr bu ümumiyyətlə Mərziban ibn Məhəmmədlə bağlı məsələ deyil. Əmirlik yaranacaq 8-ci əsrdə, sonra isə 981-də biz görəcəyik ki, Rəvvadilər dövləti yarandı. A bəndi getdi. B. Məhkəmə işlərinə baxan qazılara xüsusi səlahiyyət verilməsi. Belə bir məsələ yoxdur ümumiyyətlə feodal dövlətlərimizdə qazı məsələsi. Düzdür, bu müəyyən dövrlərdə olub, qazılar baxıb şəriət məhkəmələrinə, məhkəmə prosesini icarə ediblər, amma burada deyil. Vergi sahəsində xüsusi qanunnamənin qəbul edilməsi düzdür. Azərbaycanda qanunnamə verən ilk hökmdardır Mərziban ibn Məhəmməd. Ondan sonra da Uzun Həsən, Ağqoyunlu hökmdar Uzun Həsənin dövründə də var. Bunu da yadınızda saxlayın. Çoxlu Oğuz ailəsinin ölkə ərazisində yerləşdirilməsi ümumilikdə yadınızda qalsın. Oğuzların köçü 11-ci əsrə təsadüf edir. Amma Mərziban ibn Məhəmmədə baxsaq, ümumilikdə 10-cu əsrdə hakimiyyətdə olmuş bir şəxsdir. Oğuz köçləri də 1028-də Rəvvadilər dövlətinə və Sudan dövründə, 30-cu illərdə isə 11-ci əsrin 30-cu illəri şəklində biz onu qeyd eləməliyik kimə? Deməli, Şəddadilərin dövründə. Onu artıq konkret ili yoxdur, amma 30-cu illəri yazıblar. Bərdənin Monqollar tərəfindən qarət olunması ümumiyyətlə bilirik ki, Monqolların yürüşü 13-cü əsrdir. Birinci yürüş 1220-22, ikinci 31-39, üçüncü 1256-58 kimi əhatə edir və ümumiyyətlə heç əlaqəsi yoxdur Mərziban ibn Məhəmmədlə və hakimiyyət ilinə də təsadüf etməz. O baxımdan testin düzgün cavab variantı C bəndi olacaq. Aha, indi bunu silək keçək digərinə. Başlıq qalsın. Hakimiyyətləri, yəni dövlətin mövcud olduğu illər, 40 il mövcud olub. İkinci test tapşırığı. C-ni qaralayaq. Aha, Mərziban ibn Məhəmmədin hakimiyyət dövrünə aiddir. Yenə də bunu tez işləyək. Paytaxtın Ərdəbildən köçürülməsi. Əziz abituriyentlər, Ərdəbildən. Xahiş edirəm, bu məsələlərdə müəyyən qədər diqqətli olasınız. Ərdəbildən köçürülmə deyil. Paytaxt bir dənə olub, zaten Ərdəbil olub ilk tutulanda da. Yəni, yeganə paytaxtdır Ərdəbil. Bu şeylərdə din bəzən bu məsələləri edir. O baxımdan diqqətli olun. Sözlərə, hərflərə, hecaqlara çox diqqətli yanaşın. Sacilər dövlətinə dostluq əlaqələrinin qurulması xeyr, ümumiyyətlə səhv cavabdır. Çünki biz bilirik ki, 941-ci ildə sonuncu Sacı hökmdarı, deməli, Deysəmə qalib gələcək Mərziban ibn Məhəmməd və Sacilər dövlətini yıxıb yerində Salarilər dövlətinə quracaq. C bəndi Azərbaycan ərazisində vahid dövlətdə birləşdirilməsi düzdür. Sacilər türk mənşəli, Salarilər də Sacilər də hər ikisi türk mənşəlidir və Azərbaycanı vahid halda birləşdiriblər. Bu da sosial, iqtisadi, mədəni inkişafa səbəb olmuşdur. C bəndi düzdür. Aha, Şirvanşahlar dövlətinin asıllığının ləğv edilməsi ümumiyyətlə asılı olmayıb. Hətta özü Şirvanşahları asılı vəziyyətə salıb getdi. E bəndi vergi işlərini qaydaya salan qanunnamə ləğv edilməsi xeyr. Qanunnamə qəbul etmişdi bu. Yuxarıdakı testdə C bəndində. Ləğv etməyib, sözlərdə yenə deyirəm, diqqətli olun. Yəni, sürətlə oxuyub qanunnamə görüb qaralamayın da, amma yazıb ki, ləğv edilməsi. O baxımdan cavab olacaq C bəndi. Salarilər dövləti süqut etdi. Biz bilirik ki, Salarlərin süqutu nə vaxtdır? 981-ci ildədir. Səlcuqların Azərbaycanın yürüşü nəticəsində xeyr, ümumiyyətlə Səlcuq yürüşlərini görməyib. Sasani-Bizans müharibələri xeyr, Sasanilər süqut eləmişdi. Nə vaxt? 651-də. Ümumiyyətlə görməyib, getdi. Slavyanların Bərdə möhkəmlənməsi. Bu 944-dür yürüşü, 945-ə qədər. Düzdür, tam möhkəmlənə bilməyiblər, amma bu prosesdə deyil. Klassik feodalizm dövründə, klassik feodalizm dövrü biz qeyd edirik 11-15-ci əsrlər, bu da 981, 10-cu əsrdə xeyr getdi, aid olmaz. E bəndi, İbrahim ibn Mərziban hakimiyyətinə son qoyulmasından düzdür. Biz bilirik ki, Rəvvadi Əbülhica tərəfindən 981-də sonuncu Salari hökmdarı İbrahim yıxılacaq
və onunla da bizim bu Salarilər dövlətinə son qoyulacaq 981-də. Aha, Y bəndi. Salarilər dövlətinə aid deyil. Paytaxtın əvvəlcə Marağa, sonra Ərdəbil şəhəri olması. Hələ burada cavab A bəndidir, aid deyil deyir. Bax, əziz abituriyentlər, burada diqqətli oluruq, deyil. Bunların bir dənə paytaxt olub, Ərdəbil. Paytaxtın əvvəl Marağa, sonra Ərdəbil olması prosesi isə bu aiddir kimə? Deməli, bu olacaq bizdə Sacilər dövlətinə aid olan məsələdir bu. O baxımdan götürə bilmərsiniz. Sizdə deyir ki, Salarilərə aid deyil, A bəndi. Bütün Azərbaycan torpaqlarının vahid birləşdirilməsi düzdür. Slavyanların gücünə məruz qalması bəli 944 Bərdə faciəsi sonraki dövrlərdə də var, amma əsas bunu qeyd eləməliyik. Şərqi Gürcüstanın tabe edilməsi düzdür. Mərziban dövründə, Mərziban Məhəmmədin dövründə əsasın Mərziban Məhəmməd tərəfindən qoyulması düz 941-ci ildə. Salarilər dövlətinə aid deyil, yenə aid olmayan məsələ. Rəvvadilər tərəfindən süquta uğradılması düzdür 981-ci ildə. Sonra Azərbaycan torpaqlarının vahid dövləti birləşdirməyi düzdür. Sonuncu hökmdarı İbrahim Mərziban olması düzdür. Nə deyib? 9-cu əsrin 70-ci illərində. 70-ci illərinin sonunda yaradılması. Yox, 941-də yaradılıb axı bu. Özü 9-cu əsr yazıb. Yox, aid olmaz. Sacirlərin varlığına son qoyulması düzdür. Aid deyili deyirdi, D bəndini götürün. Baxaq 6-cı test nümunəsinə ki, bu bir çoxumuzun əziyyət çətinlik çəkdiyi xəritə tipli məsələlərdir ki, imtahana da çox az qalıb. Burada bir dənə diqqətli olaq. 941-də yaranmış dövlətin nə deyir? Paytaxtını müəyyən edin. 941-ci ildə hansı dövlət yaranıb? Salarilər dövləti. Salarilərin paytaxtı hara idi? Dedik ki, yeganə Ərdəbil şəhəri idi. Salarilərin bir dənə paytaxtı olub. Baxaq, Ərdəbil bu xəritədə 4 ilə işarə edilib. 4. Cavabımız olacaq D bəndi. Ümumilikdə yadınızda qalsın. Ərdəbil sizin üçün lazımdır. Misal, Səfəvilər keçəndə, Ərdəbil Şiə ordenini, Ərdəbildəki əmirliyi keçəndə bu sizə lazımdır. Sonra baxaq digər rəqəmlərə də ağlımızda qalmasın. Bir misal, Şimal-Qərbi Azərbaycan Qazax ərazilərinə o istiqamətdə daha uyğundur. Misal, Şəddadilərin ərazisi idi, götürə bilərsiniz. Şəddadilərə aid torpaq kimi. 2 haradır? Şirvan ərazisi, Şirvan Şamaxı kimi qeyd olunur. Bu orta əsrlər xəritələrində. 3 Bərdə şəhəridir. 4-ü dedik, 5 də ki, deməli, Təbriz, Marağa. 5 Marağadır. Bunu götürə bilərsiniz hara kimi. Deyim də sizə. Misal, Sacirlərin 2 paytaxtı kimi Marağa şəhəri. Təbriz düşsəydi, Təbriz Urmiyadan, bu Marağadan biraz yuxarıdadır. Təbriz aşağıda Marağadır. Sizə Ərdəbil lazım olduğu üçün cavab olacaq, orada D bəndi. Aha, diqqət eləyək 7-ci test nümunəsinə. Sacilər Salarilər dövlətinə aid ümumi cəhət, ümumini axtarmalıyıq burada. Deməli, Xəzərdə donanma yaratmağa səy. Bu Salarilərdə var. Özdə yadınızda qalsın. Bu ticarət donanmasıdır. Hərbi donanma deyil. Hərbi donanma 2 dəfə yaradılacaq Azərbaycan Xalq Cümhuriyyətinin dövründə AXC-də. Müasir müstəqillik dövründə inkişaf etdirilir. Nadirin də səy cəhdi var idi, amma müharibələr, əsasən də Osmanlı ilə olan müharibələr buna icazə verməyəcək. Sonra B bəndi xilafətə qarşı müttəfiq olmaları. Belə bir məsələdə görmürük. Hətta Sacilər pozmuşdu 912-ci ildə Yusif xilafət xəzinəsinə göndərdiyi xəracı 912-də dayandırdı. Dərbənd səddinin təmiri xeyr aid deyil. Səlcuq türkləri tərəfindən süquta uğradılması xeyr. Bu Rəvvadi Şəddadi düşsəydi götürərdiniz Səlcuq türkləri. Şirvanşahlar dövlətinin asılı salması bəli deyir ki, bütün Azərbaycanı vahid birləşdiriblər. Sadəcə Salarilər, yəni Şirvanda özlərini asılı vəziyyətə salıblar. O baxımdan cavab olacaq E bəndi. Salarilər dövləti Müqəddəs Roma İmperiyasının tarixlərinədir. Ümumi cəhət. Aha, baxaq bu testdə. Salarilər yazıb ki, 9-cu əsrdə yaranmaları. Salari dövləti yaranıbdır nə vaxt? 941-də. Neçənci əsrdə? 10-cu əsr. Müqəddəs Roma İmperiyası 962. Bu da 10-cu əsr. Getdi A bəndi. Elə testdə cavab ilişir gözümə. Y bəndi 10-cu əsrdə yaranmaları. Baxaq digər variantlara da. Klassik feodalizm dövründə mövcud olmaları. Bu misal Müqəddəs Romanı götürərsiniz. Çünki 1806-ya qədər
mövcud olub. Klassik feodalizmi də 11-15 götürsəz, Rekonquista ilə eyni dövrü 11-15, yəni düşər. Müqəddəs Roma imperiyası düşər. Amma bu Salari düşməz axı 981. Bu heç 11-ci əsri görməyib yazıq. Cəmi 40 il mövcud olub. O baxımdan gedər. Rekonquista hərəkatına məruz qalması xeyr. Rekonquista bilirdi ki, 11-15-ci əsrlərdə İspaniyadakı, oradakı müsəlmanların məruz qaldığı şeydir də, bu nədir? Səlib xaç yürüşüdür. Getdi. C-də. D. Ərəblərin hərbi güclərinə məruz qalmaları xeyr. Hətta bu ərəb xilafətinin zəifləməsi süqutun nəticəsində yaranan dövlətlərdir. Cavab olacaq E bəndi. Belə. 9-cu test tapşırığı 10-cu əsrə aid olan hadisələr 10-cu əsr. Deməli, Şirvanşahlar dövlətində Dərbəndilər sülaləsinin hakimiyyətə gəlməsi Xəzər xaqanlığının süqutu. Dərbəndilər 3-cü sülalədir Şirvanşahların. 1382. Video çox uzun olur. Ona görə ətraflı danışa bilmirəm. Xəzər xaqanlığının süqutu 965. Yəni, bu zaten uyğun olmaz. Bizə 10-cu əsr lazımdır. Sacilər dövlətin süqutu Frank dövlətinin yaranması. Sacillərin süqutu nə vaxt idi? Deməli, 941-də Salarilər yarananda. Frank dövlətinin yaranması. Frank 5-ci əsr qeyd olunur. 486, Suason filan. O baxımdan getdi B-də. Kordovada müstəqil ərəb xilafətinin yaranması 750-56 o məsələ. Bu nədir? 750-də deməli xilafətdə Abbasilər gələcək hakimiyyətə. Bunda Kordovadakı Əməvilər qəbul eləməyəcək o baxımdan. Bizə 10-cu əsr lazımdır. Ümumiyyətlə bu səhvdir. Xürrəmlərin ilk üsyanı da 778-808 ilk çıxışları. Deməli ki, Əbu İmrandan Cavidan uğursuz olmuşdur. Daxilində ixtilaflar vardı deyə. Ümumiyyətlə 10-cu əsr deyil, bizə lazım deyil. Mərzban Məhəmmədin qanunnaməsi. Mərzban 941-dən 957-yə qədər 10-cu əsrə zaten düşür. Dərbənd əmirliyinin Şirvanşahlardan asılı hala düşməsi, bu 988-ci prosesdir və 10-cu əsrə aiddir. Cavabımız çıxdı D bəndi, Y-yə də baxaq. Müqəddəs Roma imperiyası qeyd eləmişdim bayaq 962-də. Mehranilər sülaləsinin varlığına son qoyması bu artıq Albaniyanın süqutudur. 705-ci il və 8-ci əsrə təsadüf edir. E bəndi də olmaz. Getdi. 10-cu test tapşırığının nümunəsinə baxırıq. Sacilərə aid olmayanı götürməliyik. Bərdə uğrunda Slavyanlarla mübarizə. Bərdə Slavyanların yürüşü 944-45. Ümumiyyətlə sacilər bunu görməyib. Çünki sacın süqutu 941-dir. Elə cavab çıxdı A bəndi. Sonra Şirvanşahların tabe edilməsi düzdür. Çünki bütün Azərbaycan vahid halda birləşdirmişdi. 10-cu əsrin birinci yarısında süqut etməsi. 941-də süqut edib və birinci əsr, yəni birinci yarısı olur da 950-yə qədər getdi. Paytaxtın marağı olması bəli iki vaxtlar marağı idi. Sonra Yusifin dövründə Ərdəbilə köçürüləcək. Dərbənd səddinin təmiri də bəli sacirlərdə görünüb bu proses. Ona görə A bəndi aid olmayan variantdır. Bu qədər.